Salam əziz izləyicilər. İndi 21-ci əsrdir. Məişət texnikaları sürətlə mürəkkəbləşir, inkişaf eləyir və bu inkişafın müqabilində biz də işlədicilər çox vacibdir ki, o texnika haqqında elementar bilgilərimiz olsun. Heç olmasa tutaq ki, xarabdırsa ustaya dərdimizi deyə bilək də. Nədir, nə deyil. Ona görə qərar verdim ki, bəzi elementlərlə, bəzi hissələrlə sizi tanış edeyim. Birinci bundan başlayaq. Bu ara qatıdır. Ruslar prokladka deyirlər. Rezindir. O rəzbəli birləşmələrdə boruların arasına qoyurlar. Bunu atdıq kənara. Bu termovıqluçateldir. Yəni termotemperaturla bağlı olan sözdür. İstilik deməkdir. Vıqluçateldə ayıran